Sizin adınız rəsmən olmasa da qeyri-rəsmi Forbes-in siyahısında var, milyonerlərin Yox, siyahısı. mən milyarderlər deyil, sizə deyim ki, açıqdan Azərbaycanda milyarder yoxdur və milyoner Yox, mən deyil. rəsmidən danışmıram. Heç Rəsmiyə qalsa, gəlir deklarasiyasına qalsa, heç kəs, hamı milyarder. Qeyri-rəsmilər, nə milyoner var, nə milyarder var, biləsiniz. Mən soruşsam ki, nə qədər varidatınız var, deyə bilərsiniz. Valla, mən sizə fatura gibi 2 milyon. 2 milyonunuz. Bu artıq ola bilməz. Yəni, bilsən, proseslər belə gedir, çətinliklər gedir, o qədər də düşün. Siz təsəvvür edin. Danışırıq. 2 milyon dollardan Bəli. danışırıq. Siz təsəvvür edin ki, 1000 nəfər adam işlədirəm bu dəqiqə. Şahsın verə bilərəm. 1000 nəfərin, bilirsən, çox, kənardan baxana çox asaddır. Ayın başında maaşın, 15-ində avanesin, materialın, dövlətin 7-800 min, hər ay 700-800, 1 milyon vergi verirəm. Yəni bu zərər çəkənləri, bunları yetişdirmək, yerinə yetirmək, bu məsələləri həll eləmək o qədər asan deyil. Kənardan baxan adam var, bir ailəsini saxlaya bilmir. Bu boyda şirkəti saxlamağın özünə bir cəsarət, bir bacarıq lazımdır. Neçə eviniz var, neçə maşınınız var? Sayını bilirsiniz. Məsələn, adamlar var ki, sizin kimi varlıdırlar, evlərinin sayını da bilmirlər. Mən də bilmirəm. Nə maşın sahibini bilirəm, yalan danışa bilmirəm. Kim bilir, yəqin həyat yoldaşınız bilərdi ən azından. Bilməz, yox, bilməz. Bəs o var dövlətin sayını, evin... Mən nə bilim, mənim uşaqlarım neçə maşınım var, yem deyim neçə maşınım var, onlardan sorğuya verim, soruşurum. Yox, özünüzü soruşuram mən. Övladlarınız ayrı ailədirlər. Mən özüm cəmi bir dənə maşınım var, o da həqiqətən də köhnə idi, 15 ilin maşını. Yox, mən gördüm pəncərədən qəşəng maşın. Yox, indi bunu Mehdi ad gündə gətirdi, mənə hədiyyə verdi, böyük oğlum. Dedim istəmirəm, deyir, utanıram valla, deyirəm, ay oğlum, fərqi yoxdur, zafı da bir ucuz maşın da minmək lazımdır. Heç insanlardan fərqlənmək lazım deyil. Elə düşünürsünüz. Amma övladlarınızın maşınları kifayətlə şıxdır. Övladlarım, baxmışam, Maserati'dən tutmuş bu qaz hər şeyləri var. Yenə də Lamborghini, bu dəqiqə ikisini alıb. Mən deyəmərəm, onlar da zamandır. Heç deyirsiniz ki, məsələn, niyə alırsan? Mən deyirəm də, mən öz günahımı da, özümün qınayıram da ki, bilirsən, mən çox səhvlərim olub. Mən öz səhvimi inkar eləməliyəm. Mənim, məsələn, övladlarım məndən ağıllıdır. Mənim böyük oğlum mənə dedi ki, ata, səndən bir xahişim var. Mənim övladıma pul vermə. Sənin nəvəndir, mənim də balamdır. Sən onlara pul verirsən, bizim günümüzə salarsan. Cebin üstə pul verirsən, gətir bizə diplom verəsən. Qoy geçsinlər, oxusunlar. Ondan sonra onlar həm bizə, həm cəmiyyətə, həm gələcəyə lazımdır. Mən doğrudan da gördüm ki, mənim nəvəm getdi, gəldi, dedi ki, çox mənə qarşı biraz aqressivliyi var idi ki, ay baba, sən bizə pul vermirsən belə. Açdım, işləyəndə gördüm, yaxşı dedim ki, sənin atan məndən xahiş eləmişdi. Ancaq sənin 10.000 manat da maaşın, işdə. Deyir ki, mənə sual ver. Deyir, oğurlanan pulun yarısını ver mənə. Nəvəniz deyir. Nəvəmiz deyir. Oğurlamırlar hər ay. Tapmışam, qoymuşam ortaya. Onların yarısını ver mənə. Mən deyirəm, yox, 10% verir. Bax, görürsünüz, artıq nəvəniz də pulla bağlı daha çox böyük iddiaları var. Belə çıxır ki, orada haradasa bir həqiqətən ciddi bir səhv var. Əgər nəvəniz sizlə pul söhbəti edirsə, bu normal bir şeydir. Yox, indi insanda, yox, mən sizə bir şey deyim ki, dünyada pula yox deyən bir insan yoxdur və dünyada düz adam yoxdur. Bunları... Ya pul hər şeydir, İsfəndiyar. Yox, 80 var. Məsələn, pul nədir sizin üçün? Bir sən sağlamlığına xəstə olarsan, bir maddiyyətin olar, yoxsa pul hər şey deyil. Pul insanın həyatının 80%-ni həll edən bir kağız parçadır, vasitədir, belə. Amma siz pulu çox sevirsiniz. Yox, o qədər sevmirəm. Amma pulu əldə etmək üçün də böyük əziyyətlər çəkirsiniz. Əziyyət çəkmək üçün bilsən nətərdir? Mən həyatımda ən böyük sevindiğim həyatımda arzuladığım bir şey olmuş ki, mənim bir eşyaya ulağım olsun, istəyirəm. Atamın bir dostunun ulağı doğanda onun balasını verdi mənə. Elə benim dünyanın yarısını verirlər mənə. Amma söhbət oradan gedir ki, o vəziyyətdən bu vəziyyətə heç nəsiz, pulsuz, parasız, tanışsız gəlib çıxmaq o qədər asan yol deyil. Yəni o eşəklə qalmadınız da siz. Yəni istəsəydiniz o qədər xoşbəxt olurdunuz. Heç kəslə qalmadınız. Demək ki, o sizin xoşbəxtliyiniz deyilmiş. Sizin xoşbəxtliyiniz Lamborghinilərinizdə. Sizə bir şey deyim ki, Lamborghini xoşbəxtliyi 1 saat. 2 saatı ya 3 gündür, 5 gündür. Ondan qutardı ki. Onu da imtina eləyin də ondan. Mənlik deyil. Yəni bilirsən nətərdir? Olan nə olur olsun, o yerə çatana qədər sevinirsən, çalışırsan. Ora çatandan sonra hər şey sənin üçün sıfırdır. Sənin üçün o heç nədir. Pul insana o qədər lazım deyil ki, 1-2 milyondan çox pul olmağın milyarderlə onun heç bir fərqi yoxdur. Mən də istədiyimi alırım, yeyirəm, geyirəm, gəzirəm, o da. Nə edəcək? Nə edəcək pulu? Nə eləmək olar?
Deyir gələcək nəsillərə, övladıma, övladımın övladına Yox, və s. onlara verim. onu bilmək olmaz. O deyir ki, şüurlu oğlu, dədəman Brejnevin nəvəzi küçədə dillənirdi. Yəni, əgər uşağın şüursuzsa, bacarıqsızsa, ağılsızsa, heç ona dünyanın yarısını gətirib versən, onun əhəmiyyəti yoxdur.